Salam, hər vaxtınız xeyir olsun. Bugün əvəziyə aid sualla qarşınızdayıq. Cədvəldən bütün uyğun cümlələri müəyyən edin deyir. O bu əvəzindən sonra vergül düzgün qoyulub və o bu əvəzindən sonra vergül yanlış qoyub. Gəlin cümlələrimizə baxaq. O buraya gələnlər arasında ən az yaşlı idi. O, kim o? Deməli, kim sualına cavab verdi, ismi yerində işlənibdi. Buraya gələnlər arasında ən az yaşlı idi. Deməli, burada vergülün qoyulması doğrudur. Özündən sonra da deməli, gələn nitq hissəsinə əsasən də deyirik ki, vergül qoyula bilər. Bu, yəni mənim ömür yoldaşım 30 ildir ki, qayğıma qalır. Burada yəni var, əlavənin deməli vergülüdür. Burada istifadə edilməsi doğrudur. O ölkəni tərk edəndə qiyam yeni başlamışdı. Kim o? Yenə ismi yerində işlənibdi. Kim sualına cavab verir və özündən sonra gələn ölkəni tərk edəndə qiyam yeni başlamışdı. Və isim gəlibdi. Ona görə də doğru vergül qoyması qaydası doğrudur. Doğru cavablarımız 1, 2, 3-dür. A variantı. 4-ə və 5-ə baxaq. Deyir ki, vergülün qoyulması yanlışdır. O, sən və Kənan milli yarışlara dəvət almısınız. Burada sadalandığına görə də vergülün qoyulması doğrudur. Aha, 4-də doğrudur. Bu, necəliyimdən xəbərsiz insandır. Necə sözünü görüb, deməyin ki, axı özündən sonra əvəzlik gəlibdir. Burada necəlikdir. Necəlik də isim olduğuna görə vergülün qoyulması doğrudur. Deməli, 4 və 5 də doğrudur, ancaq bizdən yanlış olanları istəyirdi. Bu sualda ümumiyyətlə yanlış cavab yoxdur.